Bu günləri 3 dənə maraqlı Python sualının izahına baxırıq. Halbuki bu sualların izahı biraz yəni çətin dediyim səviyyəsindən. Yəni üst level suallardır, amma çox da gözünüzü qorxutmayayım, yəni yazıla biləcək suallardır. Başlayaq elə birinci sualdan. Bunu buradan keçək. Daxil edilmiş natural ədədin Fibonacci sırasında bir dəqiqə. Daxil edilmiş natural ədədin Fibonacci sırasında olub-olmadığını təyin edin. Varsa neçənci sırada yerləşdiyi çap olunsun. Ümumiyyətlə, Fibonacci sırası nədir? Biz ilk öncə onu anlayaq. Demək, ümumiyyətlə, iki hal üçün düzəlir Fibonacci sırası. Ya ilk ədədlər 0, 1 olur, ya da ki 1, 1 olur. Bunu sualın şərtində özü həmişə verir. Çox vaxtı 1, 1 olur, biz də 1, 1-dən başlayaq. Yəni, belə deyim də, Lordu dildə izah eləsəm, Fibonacci ardıcılığında hər bir hədd özündən əvvəl gəlmiş 2 dənə həddin cəminə bərabərdir. Yəni, burada 1-1-i vermişəm, daha sonra gələcək hədd bunların cəminə bərabər olmalıdır, yəni 2-yə. Sonraki gələcək hədd 2 ilə 1-in cəmi 3, daha sonra 3 ilə 2-in cəmi 5. Bu prinsipdən gedəcək. Sonsuzdur, yəni buradan göründüyü kimi. İndi bizdə də elə bir natural ədəd daxil edəcək ki, biz bu natural ədədi burada təyin edəcək ki, bu həqiqətən Fibonacci sırasında varmı, yoxsa yox. Varsa, neçənci sırada var, ona çap edəcək. Normal olaraq sıra bilirik ki, 1-dən başlayır. 1, 2, 3. Yəni, ədədim natural ədədi 8 olsa, məndə deyəcək ki, yes, yəni siyahıda, sırada var. Və sırası neçə olacaq? 1, 2, 3, 4, 5, 6. Bir də yanında 6-nı çap edəcək. Keçək bunun kodunu yazaq. Bu qalsın elə burada. İlk öncə nə edəcəm? Bir dənə dəyişənlər götürəm. A bərabərdir 1, bir də B bərabərdir 1. Bunlar nədir? Həmin bu birlərdir. İndi biz while şərtini elə ilk öncə n natural ədədi daxil edeyim. Yəni n bizdə daxil olmalıdır. İndi mən while şərtini bu cür quracam ki, while yazıram. Bir dənə r götürəcəm. R burada nə olacaq? A ilə B-nin cəmi. İzah edəcəm, kodu yazım. A plus B-nin cəmi. Ki, bizə də həmin bu A plus B-nin cəmi lazımdır. Və mən dövrün daxilində A plus B-ni bu qalsın elə burada. Dövrün daxilində A plus B-ni elə dəyişməliyəm ki, növbəti dövr üçün, yəni bu okey, bunu topladı. R oldu 2. Növbəti dəfə üçün R 3 olsun. Yəni bir növ toplanılmış bu 2-ni mən demək bizdə bu olmalıdır. Toplanmış bu 2-ni B-yə mənimsədəcəm. B-nin də qiymətini A-ya mənimsədəcəm. Bu prinsipdən yenə də A plus B-nin cəmi məndə R verəcək. A bərabərdir B. B də bərabərdir R. Və hər dövrdə də A ilə plus B-nin cəmi dəyişəcək deyənə, burada yazıram R bərabərdir A plus B. Bunu da burada təyin edirəm. Və əsas while hissəsinə gəldikdə, while-da mən elə bir sual qurmalıyam ki, deyəcəm ki, daxil olunmuş n natural ədədi nə qədər ki, həmin bu cəmdən böyük bərabərdirsə, yəni baxın, sualı bu cür quracam, indi başa düşəcəksiniz. Nə qədər ki, baxın, bu şərt ödəyirsə, yəni R toplanılmış dəyər n natural ədədindən kiçiksə, bu algoritmi icra eləsin. Daha sonra R ya buna bərabər olacaq, yenə də dövr davam eləyəcək. Daha doğrusu bərabəri siləcəm burada. Demək, R ya buna bərabər olacaq, dövrü saxladacaq. Saxlayanda da sonda sual verəcəm ki, if həmin bu R bərabərdir n halında dayanıbsa, demək bu n həmin bu siyahı sıra daxilində var. Ümid edirəm, izah eləyə bildim. Yəni, tutaq ki, mənim n-im burada 13-dür, düzdürmü? R müəyyən qiymətlər alır, 2, 3, 5, hər dəfədə 3-dür, 5-dir, 8-dir, 13-dən kiçik olur. Ta ki, R gələcək 13 olacaq, 13 13-dən kiçikdirmiş, şərt ödəmir, düşür aşağı, deyir ki, bu 13 bərabərdir, 13 halında mı dövrdən çıxdı? Bu halda deyəcəm ki, print yes. Yəni, həmin bu natural ədəd Fibonacci sırasında var. Məsələn, daxil edirəm mən burada 14, tutaq ki, mənim n-im 14-dür, R gəlir, alır 13 dəyərini. Aha, 13 kiçikdirmi 14-dən? Bəli, şərt ödəyir. R yenə də artır. 13 ilə 8-in cəmi 21. 21 kiçikdirmi 14-dən? Şərt ödəmir. Və düşür aşağı, R-in qiyməti 21-dir, N-in qiyməti isə 14-dür. Else halında da bərabər deyil axı. Demək ki, print nə? Həmin bu natural ədəd Fibonacci sırasında yoxdur. Burada da no-nu çap edirəm. Və bizdə də demişdik ki, burada demək bunları düz qoyduq.
R dəyişənin təyin etməliydim. Aha. Və bizdə də demişdik ki, əgər varsa neçəncə sırada olduğunu təyin edəsən. Tamam. Sıra üçün nə edəcəm? Təbii ki, burada dövr sayında ilk öncə sıra 2 olur. Yəni başda olaraq sıranı mən 2 götürürəm. Çünki 2 dənə sıranı mən burada daxil eləmişəm. Və hər dövrdə də sıranın sayını 1 vahid artırıram. Sıra sayını 1 vahid artırıram. Demək, sonda da bu şərt ödəməyəcək, S-i yanında da çap eləyəcək. Bir dənə də vergül atıb S-i çap eləyirəm. İndi biz bunu çalışdırsaq, burada en natural ədədi olaraq elə 13-cünü daxil edirəm. Print yes və 7 çıxarır. 1, 2, 3, 4, 5, 6, 7. Həqiqətən 13 bu siyahıda var və 7-ci yerdədir. Bir dənə də daxil eləyim. Siyahıda olmayan bir element. Bu olsun 20. Print no-nu çıxartdı. Yəni 20 bu siyahıda yoxdur. Ümid edirəm hamıya aydın oldu. İndi burada bunu silək, keçək ikinci suala. İkinci sualda daxil edilmiş sözün ahəng qanununa tabe olub olmadığını tapan proqramı Python dilində yazın. Ahəng qanunu təbii ki, hamı bilirik də. Ahəng qanunu, səhv eləmirəmsə, yadımda düz qalıbsa, sait və qalın və incə saitlərinin qalın və ya incə saitlərinin bir-birini izlənməsi prosesidir, səhv eləmirəmsə, ahəng qanunu. Yəni bir növ sözdə ya qalın saitlər olmalıdır, ya da incə saitlər olmalıdır. Bunu nə cür taparıq? Demək, A bərabərdir input, daxil eləyirəm sətrin özün. Və burada da Q bərabərdir, qalınları yığıram. Demək, qalın saitlərimiz hansıdır? A-dır. Bir dəqiqə. Demək ki, A, I, O, U. Bir dəqiqə, Ə yazdım ki. A, I, yenə də Ə yazdım. A, I, O, U. Bu oldu qalın. İncə saitlərimizdəki başqa bir kanon götürək. Demək, bu əlifbanı burada dəyişmək. Demək, E, Ə, İ, Ö, Ü. 5, 4, 9. Aha. İndi bir-bir təbii ki, bu daxil olmuş sətrin hərfləri lazımdır da mənə. Bir-bir bunun daxilində gəzirəm. Sətrimiz A-dır, S nədir? Bax, yenə də əlifbanı dəyişmək lazımdır. Aha. İndi mən burada ideya olaraq nə edirəm? İlk öncə qalınların sayını tapacam. Bir də incələrin sayını tapacam. Sonda sual verəcəm ki, əgər qalınların sayı, yəni belə deyim də, qalınların sayı hər hansısa bir dəyər alıbsa, and bununla yanaşı Q sıfıra bərabərdirsə, demək bu nədir? Ahəng qanunudur. Və ya Q sıfırdırsa, buradakı K-nın toplanılmış incə say dəyəri hər hansısa bir qiymətdirsə, bu halda da yenə də nə olur? Ahəng olur. Demək, qalınlar üçün toplamaq üçün Q1 götürürəm. Bu qalın saitlərin nəyini tapacaq? Sayını tapacaq. Sıfırdan başladıram. Bir dənə də K1 götürürəm. Bunu da sıfırdan başladıram. Bu da incələri tapsın. Okey. Sual verirəm ki, if götürdüyüm if simvolu in Q. Q-nun daxilində varsa, demək bu qalındır. Q1-in üzərinə plus 1 gəlirəm. Sayını tapıram. Düşürəm aşağı. Təbii ki, else demirəm. Burada samit də ola bilər. Elif deyirəm. Götürdüyüm i in. Demək ki, K-nın daxilində varsa, K1'i bir vahid artırıram. Okey. Sonda nəticə olaraq bütün saitlər və samitlər mənim əlimdə olur. Gəlin daha yaxşı izah edeyim. Demək, burada bir sətr daxil edirəm, almalar. Baxın, burada K1'in, Q1'in ala biləcəyi dəyər nə olacaq? Təbii ki, qalınlar götürəcək. 1, 2, 3, yəni 3 olur, düzdürmü? K1'in 3 olur, 0 olur. Çünki burada incə saiti yoxdur. Məndə ki, burada verilmiş sualı elə ona nəzərən qoyuram. Deyirəm ki, if ya əgər Q1 hər hansısa bir dəyər alıbsa, ya da belə yox, sual biz belə verməyək. Zaten bu hər hansısa bir dəyər alacaq. Yaxşı, belə bir sual ortaya çıxır ki, tərkibində sait olmayan sözlər ahəng qanunu sayılırmı? Yox, sayılmır. Okey, onda belə bir sual verirəm. Deyirəm ki,
Q1 fərqlidirsə 0-dan and, yəni Q1 0-dan fərqlidirsə, yəni hər hansısa bir dəyər alıbsa, demək, hər hansısa bir qalın sayt görüb. Bununla yanaşı da K1 bərabərdirsə 0-a, bu ahəng qanunu sayılır da, sırf hamısı qalın olub, içərisində incə olmayıb. Və ya or, bunun tam əksi. Yəni, K1 hər hansısa bir dəyər alıbsa, yəni 0-dan fərqlidirsə and, Q1 bərabərdirsə 0-a. Bu iki dənə haldan biri ödənsə, demək bu ədədim nədir mənim? Ahəng qanununa tabe sayılır, yəni yes. Ödəməsə deyəcəm ki, no. İndi bunu çalışdıraq, ümid edirəm, nəsə bir səhvliyə yol vermədik. Daxil edirəm banan. Yer çıxartdı, ahəng qanununa tabedir. Bir dənə də tabe olmayan bir şey yazaq. Xoş qədəm. Bu da tabe deyil, çünki bir dənə qalın burada var, digərləri də incədir. Bu da oldu bizdə daxil edilmiş sözün ahəng qanununa tabe olub olmadığını tapan proqram. İndi bunu silirik. Üçüncü sual. Natural ədədlərdən təşkil olunmuş siyahıda elə bir ədədi tapmalısınız ki, demək, bir dənə siyahı verəcək mənə, bu natural ədədlərdən təşkil olunub. Siyahını bu başdan verirəm, L bərabərdir, 23, 34, məsələ verdim də özündən bir şeylər. Aha, bizə deyir ki, elə bir ədədi tapmalısınız ki, ədədin rəqəmlərinin tərs düzülüşündən alınmış, demək, tərs düzülüşündən alınmış, burada mən görmürəm, tərs düzülüşündən alınmış ədəd, siyahıda bu qayda ilə alınmış yeni ədədlər arasında ikinci ən böyük ədəd olsun. Sualı bilmədim, siz başa düşdünüz ya yox, indi mən sizə bunu doğru dildə izah edeyim. Yəni, bir növ bizdə deyir ki, bu aralarında elə bir ədəd tapmalısınız ki, bu ədədin, həmin bu ədədin tərs düzülüşündən, rəqəmlərin tərs düzülüşündən alınmış ədəd bu siyahıdakı, bu qayda ilə, yəni bunların bütün rəqəmlərinin tərs düzülüşü ilə alınmış yeni siyahıda ikinci ən böyük ədəd olsun. Tamam, mən gəl bura ikinci yeni siyahını özüm üçün yazıram. Demək, 23-ün tərsi olur 32, daha doğrusu rəqəmlərinin tərsi. Bu olur 43, 65, 42, 543, bir dənə də olacaq 876. Aha. Və bizə deyir ki, burada alınmış elə bir tərs ardıcıllıq ki, ədədi tapılan ki, həmin bu ədəd bu siyahıda ikinci ən böyük ədəd olsun. Okey. Demək, mən bu siyahıda ilk öncə ikinci ən böyük ədədi tapmalıyam da, daha sonra ideyanı yürüdəcəm. Tamam. Burada nə edirəm? İlk öncə mən bu siyahını almalıyam. Onda bir dənə də başqa bir siyahı götürürəm. K bərabərdir. Bir boş siyahı. Bir bu siyahı daxilində gəzib, el siyahısı daxilində gəzib götürürəm. Demək, elementləri bunun K siyahısına append edirəm. K siyahısını nəyə append edirəm? Bunların tərsini. Tərs üçün bizdə STR götürdüyüm ini, belə bir şey var idi bizdə. Yanında 2 dənə qoşa nöqtə, -1. Bunu tərsinə çevirir. Tərsini çevirdikdən sonra da bunu int tipinə çevir. Və bunu append elə K siyahısına. Sonda elə belə deyirəm ki, print K. Görüm, həqiqətən tərsə çevirib çıxartdı mı? Bunu çalışdıraq. Bəli, həqiqətən bizə lazım ola biləcək siyahını çıxartdı. Okey. İndi biz bu siyahı üzərində ikinci ən böyük ədədi tapmalıyam. Yaxşı. İkinci ən böyük ədədi nə cür taparam? Ağlıma ilk sort ideyası, funksiyası gəlir. Sort funksiyası bizə ona deyir ki, demək bizdə siyahıda ədədlər kiçikdən böyüyə yığır. Məndə indi ikinci ən böyük ədədi tapmaq üçün nə edəcəm? Bu dənə bunu sort eləyim mən. Demək ki, yazıram ki, k.sort demək, kiçikdən böyüyə yığdı. Bizdə də ikinci ən böyük ədəd olsun. Tamam. Bu zaman siyahının sonuncu elementi yox, ondan bir əvvəlki elementi götürməliyəm. Demək, sonuncu elementi yox, ondan bir əvvəlki elementi götürməliyəm ki, bu siyahıda ikinci ən böyük ədəd adlanır. Bu zaman bunu da başqa bir dəyişəni mənimsədirəm. J olsun. J bərabərdir. Demək ki, nə yazacağam? K-nın normal olaraq biz sonuncu nə idi onun adı?
elementi götürmək üçün -1 yazırdım, sonuncunu götürdüm. Bu dəfə -2 yazıram, sonuncunu götürmüş oluram. Aha. Həmin bu ədəd mənim əlimdə oldu. Yaxşı. Bu ədəd nəyin tərsidir? Bunun tərsidir də, düzdür? Baxın bu ədəd. Bizə də elə məhz o lazımdır. Bizə sualı nə deyirdi? Natural ədədlərdən təşkil olunmuş siyahıda elə bir ədədi tapmalısınız ki, ədədin rəqəmlərinin tərs düzlüşündən alınmış ədəd, yəni 543, siyahıda bu qayda ilə alınmış yeni ədədlər arasında, bu siyahı arasında ikinci ən böyük ədəd olsun. Demək, mən bu ədədi tapdımsa, elə nə edirəm? Bu ədədin də əksini çap eləyirəm. Yəni, print həmin bu J-ni STR-ə çevirirəm. Bayaqki qayda ilə bunun tərsini tapıram. Sonda da print çap edirəm. Bunu çalışdıraq. Həqiqətən də 345-i bizə çıxartdı. Ümid edirəm, aydın oldu. Bu günləri 3 dənə maraqlı, biraz da çətin sualların izahına baxdıq. Sağ olun, növbəti izahlarda görüşənədək.